Hər kəsə salam millət, kanalıma xoş gəlmisiniz. Yəqin ki, elə videonun başlığından da bildiyiniz üzrə biz mətn işləməklə bağlı əsas məqamlara bu videoda diqqət yetirəcəyik. Bəziləriniz düşünə bilər ki, yəni mətn işləmək nədir ki, onunla bağlı da hələ əziyyət çəkək. Amma olur ki, şagirdlər mətn işləyəndə vaxt itirirlər, hansı ki, buraxılış imtahanında bizə vaxt, su, hava kimi lazımdır. Və bu vaxtı itirməmək üçün, buna diqqətlə yanaşmaq üçün nə etmək lazımdır? Vaxt qazanmaq lazımdır. Və bu videoda da məhz sizə mətnlərlə bağlı əsas məqamları qeyd edəcəm. Həmçinin bəzi abituriyentlərimiz var ki, yəni ilk dəfədə hazırlaşırlar, ilk illərdir, heç mətn işləməyiblər və belə bir video çəkməkdə məqsədim odur ki, onları məlumatlandırım. Gəlin vaxt itirmədən videoya keçək. Əvvəlcə sizə məlumat vermişəm mətnin hissələri ilə bağlı. Mətnin 3 hissəsi olur. Giriş hissə, bir dəqiqə bunu yazaraq göstərim. Hansı rənglə yazaq? Belə bir rəng seçək də. Ola bilər giriş hissə, ola bilər əsas hissə, ola bilər nəticə hissəsi. Bu hissələrlə bağlı sizə ayrılıqda hər biri haqqında məlumat verəcəm. Və bunu da qeyd edeyim ki, mətnin hissələri, həmçinin biz mətnin hissələrinə plan bəndi deyirik. Mətnin plan bəndi. Yəni əgər sizə bu iki cür də qarşınıza çıxa bilər. Deyə bilər ki, tutaq ki də mətnin plan bəndini müəyyən edin və yaxud deyə bilər ki, mətnin hissələrini müəyyən edin. Hər birində də sizə baxın belə bu üçü nəzərdə tutulacaq. Giriş hissə nədir? Mətnin ilk abzasıdır. Gəlin oxuyaq. Mətnin ilk abzası giriş hissə hesab olunur. Burada mətnin əsas fikri, əsas ideyası ortaya qoyulur. Giriş hissədə əsas iştirakçılar, hadisələrin baş verdiyi yer, məkan, tarix haqqında ümumi məlumat verilir. Yəni biz burada nə edəcəyik? Ümumi bir məlumat verəcəyik. Məsələn, hər hansısa bir döyüş haqqında danışırıqsa, tutaq ki, döyüşün adını verəcəyik və yaxud məsələn, 1-ci Qarabağ müharibəsi filan ildə, filan tarixdə, filan yerdə keçirilmişdir. Və yaxud hər hansı bir insan haqqında məlumat verəcəyik. Məsələn, deyirəm Aytac. Aytac, sonra məlumat verirəm ki, Aytac nədir? Məsələn, filan yaşı var, tutaq ki, 15 yaşı var. Məsələn, harda oxuyur? Tutaq ki, X saylı məktəbdə oxuyur və yaxud X universitetdə oxuyur və yaxud Aytac məsələn necə görsənir? Tutaq ki, sarı saçı var, uzun boyu var və s. Gözəldir, nədir? Məsələn, belə kiçik məlumatlar burada verilir. Yəni giriş hissə hesab olunur və yaxud əsərdə danışılacaq problem. Burada problem deyiləndə sırf hər hansı bir çətinlik nəzərdə tutulmur. Problem deyiləndə biz nəyi nəzərdə tuta bilərik? Əsərdə artıq müəyyən olunacaq hadisələr, baş verəcək hadisələrdə məhz problem olaraq təqdim olunur. Bunların hər biri nə olur? Giriş hissədə qoyulur. Giriş hissədə qoyulan fikir digər abzaslarda möhkəmləndirilir. Bir növ giriş hissə zəmin rolunu oynayır. Yəni, necə ki, evə girəndə əvvəlcə qapını açıb içəri girməliyik, mətni quranda da, mətni yazanda da əvvəlcə giriş hissəsini verməliyik, sonra mətnin içinə giriş eləməliyik. Keçək əsas hissəyə. Əsas hissə nədir? Bu hissə çox zaman mətnin ən böyük hissəsi hesab olunur. Giriş hissədə əks olunan fikirlər burada inkişaf etdirilir. Qəhrəmanın başına gələn hadisələr burada öz əksini tapır. Məsələn, bayaq müharibədən danışmışdıq. Məsələn, yazırıq müharibə. Müharibə bizim olmuşdu nə? Giriş hissəmiz. Artıq müharibədə baş verən hadisələr olacaq bizim əsas hissəmiz. Məsələn, müharibənin ilini vermişdik burada. Burada artıq kimlər iştirak edir müharibədə, neçə nəfər iştirak edir, düşmən kimdir, hansı silahlardan istifadə olunur və s. Bu olur bizim əsas hissəmiz. Məsələn, bayaq Aytac haqqında məlumat vermişdim. Artıq Aytacın, tutaq ki, məktəbi filan haqqında, baxın, burada X saylı məktəbdə oxuyur, X universitetdə oxuyur. Artıq məktəbdə baş verən hadisələr, məktəbdəki hadisələr. Məktəbdə baş verən hadisələr isə bizim nə olacaq? Əsas hissəmiz hesab olunacaq.
Və keçirik nəticə hissəsinə. Nəticə hissəsi bir çox mətnlərdə sonuncu abzas hesab olunur. Sonuncu abzas. Yekunlaşdırıcı hissədir. Yəni burada hadisələrin necə bitdiyi göstərilir və ya verilən fikirlər burada ümumiləşdirilir. Məsələn, bayaq Aytacın özü haqqında məlumat verdik. Sonra başına gələn hadisə haqqında məlumat verdik. Və məsələn, axırda Aytacın çıxartdığı nəticə olacaq bizim nəticə hissəmiz. Və sizə nəyə qeyd edə bilərəm? Tutaq ki, bir mətn var. Mətnin bu birinci abzasıdır. Bu ikinci, bu bir giriş hissəsidir. Yazıram giriş. Bu əsas hissədirsə, bu nəticə hissədir. Nə demək istəyirəm? Giriş hissə çox vaxt bir abzasdan ibarət olur. Birinci abzas olur. Nəticə hissə isə sonuncu abzas olur. Bu, yəni 90% hallarda belədir. Sonuncu abzas. Amma burada məsələn bir neçə abzas ola bilər, belə göstərimdə və bunların hər biri əsas hissəni təşkil edir. Yəni giriş hissə ilə nəticə hissə çox vaxt bir abzasdan ibarət olur. Amma əsas hissə bir neçə abzasdan ibarət ola bilər. Və biz plan bəndi quranda da giriş hissə ilə bağlı bir plan bəndi veririk. Məsələn, birinci plan bəndi budur. 2, 3, 4 bunlar olur əsas hissənin plan bəndi. 5-də isə olacaq nəticənin plan bəndi. Yenə də deyirəm, baxın, birinci abzası verdim giriş. Sonuncu abzası verdim nəticə. Burada nə olacaq? Əsas hissənin plan bəndi olacaq. Yəni, bu belə verilə bilər. Keçək, plan bəndi ilə bağlı qarşılaşacağımız sual tipləri. 1. Mətnin ardıcıllığı. Ardıcıllıqla bağlı tapşırıqlarda əsasən cümlələrin bir-biri ilə bağlılığına diqqət yetirmək lazımdır. Bəli, məsələn, sizə pərakəndə cümlələr verə bilər. 1, 4, 7, 2, 3, 6, 5. Məsələn, belə bir şey verilə bilər. Siz burada ardıcıllığı müəyyən eləmək üçün mətnin əvvəlcə cümlələrini diqqətlə oxumalısınız. Giriş hissədə qeyd elədiyim kimi, yəni problem qoyulur, hər hansı bir hadisənin məkanı, ili, yeri verilir və yaxud əsas qəhrəman haqqında bir məlumat verilir. Yəni ona görə ehtiyatla cümlələri bir-bir diqqətlə oxumaq lazımdır ki, hansı cümlə birinci cümlə ola bilər. Və mətnin cümlələrini oxuduqdan sonra onu anlamaq, sintez, analiz eləmək lazımdır ki, baxaq görək bundan sonra bu ardıcıllıq gələ bilər. Tutaq ki, mən bir şagirdəm və mətndə cümlələr qurmaq istəyirəm və birinci cümlədə ümumi meyvələr haqqında danışılır. Meyvə. İkinci cümlədə meyvənin növləri haqqında danışılır. Üçüncü cümlədə isə məsələn sırf danışılır banan haqqında. Banan haqqında. Deməli, birinci hissəmdə nə oldu? Ümumi meyvələr haqqında məlumat verəcəm, giriş verəcəm. Ondan sonra onun növlər verəcəm. Onu bir növ genişləndirəcəm bu fikri. Sonra xüsusilə banan haqqında danışaraq nə edəcəm? Onun ardıcıllığını müəyyən edəcəm. Yəni birinci banan haqqında məlumat verim, sonra meyvə haqqında məlumat versəm, burada bir ardıcıllıq, əlaqə pozulmuş hesab olunacaq. Ona görə nə etmək lazımdır? Diqqətlə oxumaq lazımdır. Keçirəm ikinci hissəyə. Nədir bu? Plan bəndini qurmaq. Plan bəndi nədir? Bayaq qeyd elədiyim kimi mətnin o hissələrdir. Giriş, əsas hissə, nəticə. Plan bəndi qurarkən abzasdakı və müəyyən hadisədəki açar sözlərə fokuslanmaq lazımdır. Bayaq qeyd elədiyim kimi, məsələn, meyvə. Meyvə mənim açar sözümdür birinci abzas üçün. Və açar sözü müəyyən eləmək üçün ən asan yol bilirsiniz nədir? Mətni oxuyursunuz və belə bir şey düşünün. Tutaq ki, mən bu mətn haqqında heç bir məlumatım yoxdur. Mən bu mətni internetdə nə deyib araşdıra bilərəm? Bax, həmin o araşdırdığınız ifadə, araşdırdığınız söz, araşdırdığınız söz birləşməsi sırf açar sözünüz bizim hesab olunur. Plan bəndi qurarkən cümlə yerinə söz birləşməsindən istifadə etməyiniz daha məqsədə uyğundur. Məsələn, desəm ki, plan bəndi qururam, sizcə baxın hansı daha yaxşı olar. Deyirəm ki, Aytac məktəbə gedir. Bir var mən belə bir cümlə qurum. Bir də var deyirəm ki, Aytacın məktəbə getməyi. Baxın, Aytac məktəbə gedir bu cümlədir. Cümlə daha konkret bir şeydir. Amma Aytacın məktəbə getməyi artıq biz həmin abzası əhatə edən ümumi bir fikir demiş olacaq. Ona görə də söz birləşməsi ilə qurulan plan bəndi suallarına daha yüksək bal verilir.
Keçək sözlərlə bağlı qarşılaşacağımız suallara. Söz. Mətndən hər hansı bir söz verilə bilər. Məsələn, gəlin götürək baş sözünü. Baş. Və sizə bunu 3 mənası soruşa bilər. 9-cu siniflərdə həqiqi məna, məcazi məna düşür. Amma 11-ci siniflərdə informativ məna, poetik məna və terminoloji məna düşür. İnformativ məna ilə həqiqi məna deməkdir. Poetik məna da məcazi məna deməkdir. Terminoloji məna isə bir sözün hər hansı bir elm sahəsi ilə bağlı işlədilən məqamı nəzərdə tutulur. Gəlin biz baş sözünü işlədək. Məsələn, informativ mənada nə olar? Məsələn, uşağın başı. Harasa dəydi məsələn, uşağın başı. Bu olacaq informativ mənada. Bir desəm ki, kəndin başı. Bu olacaq nə? Poetik məna, yəni məcazi mənada. Bir də var deyirəm ki, baş cümlə. Baş cümlə. Bu da olacaq hansı mənada? İnformativ məna, terminoloji mənada. Çox vaxt şagirdlərə məsələn cümlədə söz verilir. Deyir ki, bunu mətndən kənar mənada işlət. Mətndə verilən məna informativdirsə, mətndən kənar mənada biz poetik və terminoloji mənalarında işlətməli olacağıq. Bu da belə. Gəlin burada diqqət yazmışam. Qeydlərdir bura. Baxaq görək nə deyir. 1. Mətndə sözlərin qarşılığı deyildikdə onların sinonimi nəzərdə tutulur. Bəli, çox vaxt şagirdlər qarışdırırlar ki, müəllimə qarşılıq yazıb da antonimi seçdim. Mən deyirəm ki, uşaqlar, qarşılıq, yəni onun yerinə istifadə olunacaq söz nəzərdə tutulur. Məsələn, deyirəm ki, hündür bina. Hündür bina. Həmişə, məsələn, böyük sözünü yazsam, böyük sözünü. Bu binanın qabağında işlənəndə hündür bina, böyük bina, bunlar qarşılıq təşkil edə bilər. Amma o demək deyil ki, hündürlə böyük sözü həmişə bir-birini əvəz edə bilər. Xeyr, yəni sözü gördüm, o saat dəyişim olmasın. Məsələn, yüksək vəzifə yazar sizə, yüksək vəzifə. Siz bu yüksək sözünü hündür sözünlə əvəz edə bilmərsiniz. Ona görə də kontekstə baxmaq lazımdır. Ola bilər ki, həmin sözlər qıraqda sinonim olsun, amma cümlə daxilində sinonim olmasın. Və yaxud ola bilər ki, həmin sözlər ümumiyyətlə sinonim olmasın, amma cümlə daxilində bir-birlərini əvəz eləyə bilsin. Məsələn, mənbə, əsas tipli sözlər belə sözlərə aid ola bilərlər. 2. Sözlərin mənasını tapanda, baxın bunu deyirəm, mütləq kontekstə baxmaq lazımdır. Ola bilsin ki, söz öz leksik mənasından fərqli məna ifadə eləsin. Yəni, burada başqa mənadadır. Əslində sözün mənası başqa cürdür, amma cümlədə tamam fərqli bir mənada işlənib. Belə məqamlar ola bilər. Ona görə də nə etmək lazımdır? Kontekst, yəni mətn daxilində, cümlə daxilində mənasına mütləq baxmaq lazımdır. Buna da nida qoyuram, yadınızda saxlayın. Aha, burada 11-ci sinif uşaqlarının qabağına mətnlə bağlı belə şeylər çıxa bilər ki, tezis və nə? Xülasə. Və şagirdlər bunu səhv salırlar. Gəlin oxuyaq görək tezis nədir, xülasə nədir? Tezis. İlk baxışdan tezislə xülasə bir-birlərinə oxşuyurlar. Xülasədə bütöv mətn ümumiləşdirilmiş şəkildə verilir. Tezisdə mətndəki ayrı-ayrı fikirləri ifadə edən kiçik parçalar ardıcıl şəkildə qısaldılıb təqdim olunur. Tezis nədir? İsbata ehtiyacı olan fikirdir. Yəni, tezis yazmağın bir şərti də yazılacaq xülasənin əsas müddəalarını sistemləşdirməkdir. Mətndən seçilmiş həmin əsas müddəalar tezis adlanır. Baxın, əsas müddəa. Məsələn, mən götürürəm ki, tutaq ki, bayaq dediyim kimi meyvələrlə bağlı mətndir. Mən məsələn yazıram ki, meyvələr ağacda yetişir. Baxın, mən bunun isbatı olan hissəni mətndən tapmalıyam. Tezis budur, isbat. İsbata ehtiyacı olan müddəa fikir. Tezis geniş mülahizənin qısa ifadəsi, məqalə və ya çıxışın əsas müddəalarını əks etdirən yığcam qeydlərdir. Mətndə bu qeydlər genişləndirilmiş şəkildə verilir. Məsələn, bayaq mən indi dediyim nümunədəki kimi meyvələr ağacda yetişir. Bu ümumi bir fikirdir. Amma mətn daxilində bunu isbat edən geniş bir hissə olacaq. Tezis faktlarla sübut edilməlidir.
Tezis Yunan mənşəli söz olub, mənası doğruluğu sübut edilməli olan müddəa deməkdir. Yəni nə qədərsə mətndə cümlələr verilir, sən bu cümlələrdən bir tezis, iki tezis və s. çıxarda bilərsən. Xülasə. Xülasə nədir? Yazılmış bir əsərin özünə məxsus mahiyyəti, məzmunu, mətn ilə bərabər müəyyən həcmi də olur. Zərurət yarandıqda əsərin nitqin məzmunu, mahiyyəti, nəticəni qısa və yığcam şəkildə əks etdirmək lazım gəlir. Hər hansı bir əsərin nitqin və s. qısaca məzmununu, mahiyyətini əks etdirən hissə xülasə adlanır. Xülasə fars mənşəli söz olub, mənası nəticə, yekun deməkdir. Xülasə nədir? Məsələn, siz görmüsünüz ki, yolda hər hansı bir qəza baş verib, hə? Bu qəzanı başqasına danışanda əsas hissələri necə 4-5 cümlə şəklində qeyd eləyirsinizsə, mətndə də həmçinin mətni oxuyursan, başa düşdüyün fikirləri, əsas fikirləri 4-5 cümlə şəklində burada müəyyən eləyirsən. Və bu qədər, izah bura qədər idi. Əgər mətnlərlə bağlı hər hansı bir hissə sizə maraqlı gəlsə, hər hansı bir fikir sizə maraqlı gəlsə, məni yorumlardan, rəylərdən daha doğrusu yazıb soruşa bilərsiniz. Eyni zamanda mənim Instagram səhifəmi də elə YouTube adımla eynidir. Oradan da yazıb soruşa bilərsiniz. Əgər daha çox belə bir video gəlməyini istəyirsinizsə, mənim səhifəmi izləməyi unutmayın. Sağ olun. Videonu da bəyənin bu arada.